4. bab. Ey söyümlü qeyrindaşlarım, mən sizlərni söyümən. Sizlərni görüşkə şu qədər təşnaomen. Sizlər, menin xuşallığım, həm pəxrim sizlər. Rəbbimizgi boğan itiqadınlarda qılç təvrənmənla. Evodiya və Sintiqi xanım, sizlərdən ötünmən ki, Rəbbimizgi mənsub boğanlığınlar üçün çıxışıb ötünla. Ey sadiq həmkarım, səndən şunu tələb qılımən ki, bu işdə sənmi, bu iki xanımğa yardım qıl. Çünki bula mən və Kremet bilən şundaqla namı hayatlıq dəptirgi pütülgən başqa xizmətdaşlarım bilən billə xuş xəbərini taqtiş yolida qan tər sın tögən. Rəbbimizgi mənsub boğanlar üçün həmişə şad xuram bolunla. Yəni təkrarlayman ki, şad xuram bolunla. Xuş peyilliğinla pütkül insanğa ayan bolsun. İsınladı tutunla ki, Rəbbimizin kelişigə az qaldı. Heç nərsidin ғəm qımanla. Əksicə, hər qandaq təlpinla bolsa, dua tilavət arqılıq Xudodun tilangla və şükür etinla. Şunda qısanla, Xudonun kişilərinin oylığınıdın mı eşib düşüdüğən tinçliği, sizlərinin qalbinlarını və oy fikrinlarını İsa Məsih arqılıq tinçlandırdı. Qeyrindaşlarım, sözümün axırda şunu eytimən ki, həqiqi, maqtaşqı ərziydiğən, adil, pak, gözəl, şərəflik, əxlaq pəzilətlik və mətiləşki sazavər hər qandaq işlağa köngül qoyunla. Məndin ögəngən, qovul qıған, anlığan və kögənliğinlani əməli hərkitinlarda köstünla. Şundaq boğanda, xatır gəmlik beridiğən Xuda, sizlər bilən billi boludu. Mana, yəni bir qitim qəfxorluq qınlar üçün intayın xuşal boldum və Rəbbimizgə şükür etdim. Həqiqətən sizlər, mana əzəldən qəmxorluq qılıb kəldinla. Lekin, onu ifadlaşınlağa fəqət fürsət bulmayı gəldi. Bunu birər ihtiyacım tüpəylidin, etivatqınım yox. Çünki mən hər qandaq əhvalda barığı qanaət qilishni ögünüb aldım. Mən məyli, namratlıq, yoki bayaşatlıq bolsun, məyli, toxçılıq, yoki açarçılıq bolsun, məyli, molçılıq, yokiğurbətçilik bolsun, hər qaçan, hər qandaq əhvalda qanaət qilishni bilib aldım. Mən, Mənim küç qüdrət ata qığı Rəbbimiz İsa Məsihə tayinib, Xuda məndən tələb qılan hər qandaq işini qıla alayım mən. Şundaqdımı, sizlər qiyinçiqlarımğa yardım verib, yaxşı qıldınlar. Ey Filipliklər, sizlərə məlum ki, mən sizlərə bu xuş xəbərini yetkizishini başlığan və Makedoniya ülkəsindən ayrılğan çağlarımda sizlərdən başqa heç qandaq etiqadçılar cəmiyyətçiligi mənə yardım vermedi. Salonika şəhərdəki vaxtımdımı, sizlər mənə bir neçə qitim yardım verib, ehtiyacımdan çıxdınlar. Mənim bundaq deyişim, sizlərdən birər sovğa tələb qilish emas, bəlkə sizlərinin mənə bəgən yardımınlar üçün Xudanın sizlərə zor bəxt qaytırışını ümid qilishdir. Mən sizlərinin mənə əvətkən barlıq soğutunlarını tapşırıb aldım. Bu, mənim ihtiyacımdan eşib ketdi əlbəttə. Epafrodit arqılıq əvətkən soğutunlarını ilib, həmin nərsəm texmi toluqlanıb ketdi. Bu soğatlar xuddi xuşpıraqlıq köydürmü qurbanlıq tək Xudani
xursand qiladi. Shuningga o'xshash, sizlar Eyso Masihga mansub bo'lganliginglar uchun menga g'amxo'rlik qilgan Xudo o'zining mo'l boyligi bilan sizlarningmi hamma ehtiyojinglarni qondirdi. Barliq shon sharaf abadil abad Xudo otimizga mansub bo'lg'ay. Amin. Eyso Masihga mansub bo'lgan barliq muqaddas xalqqa salom. Men bilan billa turayotgan qarindoshlardanmi sizlarga salom. Bu yerdagi muqaddas xalqdan bo'libmi Rim imperatorining ordusidagi xizmatkor qarindoshlardan sizlarga salom. Rabbimiz Eyso Masihning mehr shafqati sizlarga yor bo'lg'ay.